Xoşqədəm xanım TikTok canlı yayında kasıblardan niyə hədiyyə götürmür səbəbini açıqladı. Damlanın iç yüzünü görəcəksən, səni şərləyəcək deyənlərə Xoşqədəm xanım hər zaman çətinliyi hiss etdirən qadınların tərəfində olmuşam deyə cavab verdi. Buyurun həmən videonu təqdim edirəm. Bəyənib abunə olmağı unutmayın. Bu insanlar niyə belədir Allah haqqı? Haqqa girirlər. Deyirlər ki, ora deyir pul məndir. Xoşqədəm xanım deyir sən analı tap verəcək. 500 manat gərək pul verəcək. Sənə dedilər eləmə. Allah, ham da deyir. Mənə də elə demişlərdi da. Dedim mən inanmıram. Dedim onda siz yəqin verilişə baxmırsınız. Dedim Gəldin də sən də müraciət elə. Xoşqədəm xanıma bir dəfə üzük gətirmişdilər. Onu yadınızdadır Xoşqədəm xanım. Siz qəbul etmədiniz. Brilyant idi deyəsən. Bəli, mən heç vaxt mənə problemi ilə bağlı gələn insanlardan heç nəyi qəbul etmirəm. Hətta bəzən görürsən ki, qapılarından nəsə meyvə yığıb gətirirlər. Nə bilim də, belə də, yəni kənd yeridir. Nəsə gətirir. Hətta bir dəfə yadımdadır ki, Fuadın atası idi. Qapıda dayanıb ağlayırdı ki, mənim gətirdiyim payı bəyənmədin, götürmədin. Mən götürməmişdim onu. Bir siz ayala, o babanın adı nə idi? Oğlu Göygöldə itkin düşmüş də. Yaşlı babaydı. Bəlkə də adı yadımdan çıxdı. O mənə öz deməli həyətindən, bağçasından pay gətirmişdi. Mən onu götürmədim. Çünki mən qəti özüm üçün bir şey vermişəm. Bura kasıb insanlar gəlir. Onlar mənə görə getsinlər, gül alsınlar, gedib mənə hədiyyə alsınlar. Bunlar kasıb adamdılar, çarəsiz insanlardır. Onların pulu olsa gəlib mənə müraciət edər. Ona görə mən onlara qəti icazə vermirdim. Fuadın da atası deməli mənim üçün rayondan öz bağçasından pay gətirib bir korobkada. Nə olacaq? Yəqin ki almaydı, nə idi də. Mən də onu götürməmişəm. Çıxdım çölə ki, mən onda Xəzər televiziyasında işləyirdim. Kişi oturub orada qapının ağzında, korobka da yanında ağlayır. Deyir ki, bəs mənim gətirdiyimi bəyənmədin. Mən kasıbam ona görə. Mən də onu aldım qucağıma, o korobkanı. Dedim, ay sənə qurban olun baba, ay mənim ürəyim. Ona görə mən bunu qəbul etmirəm ki, sən əziyyət çəkmə. Sən o boyda yolu gəlirsən, niyə əziyyət çəkirsən? Mənim bunu bəyənməmək kimi bir belə deyək də, bir fikrim də yoxdur. Çünki mən də elə sənin kimi bir atanın qızıyam. Mən də kasıb ailədə, kasıb deyəndə mən ziyalı ailəsində işi, gücü belə deyək olan bir insanın çalışan, vəzifələrdə çalışan bir kişinin qızıyam. Maaşa baxıb, atam heç vaxt nə rüşvət almayıb, nə evimizə haram pul girməyibdi. Hər zaman öz zəhməti ilə qazanıb, balaları zəhmətlə böyüdüb. Ona görə, amma biz istədiklərimizin hamısını almayıb da bizə. Çünki biz böyük ailə idik, 12 uşaqdır. Deyəndə, fake hesabdır yəqin ki. Yox, fake deyil. Fake deyil. Özü yorğandır. Bir dənə bunun şəklini çəkin. Bölündə sıxılında belə başqa telefon yuva var. Sıxılın eləmə fake deyil. Öz səhləzidir ha. Bunu mən tapacam. Sənə, mənim atam üçün dediyin o sözə görə səni İndi mən... at bloka onu. Yox, bloka atmayacam onu. Atma. Səni bloka atmayacam. Kənan, Tatosan, nəsən? Şirvan. Ben bu Gemal ilə tapa bilərlər onu. Sənlə bağlı mən, çünki mən demişəm, mənim atam. Ümumiyyətlə, öz atasına hörmət eləməyən qabağındakı insanın atasına da hörmət eləməyən. səni tapacam. Tapacam səni. Mənə bir dənə də bilsin maraqlı nədir? Bu verəcək kim gəlir deyir artist. Siz artist, hansı normaldır? Hansı normaldır? O artist, bu artistdə sən nəsə qurban olun. Mənə maraqlı budur, gözəl xanım. Çox sağ ola ürəyim. Xoşqədəm xanım, sizə deyim. Yəni, çox sağ olun, təşəkkür edirəm. Yəni, beləcə mənim atam, mənim gözəl, yaraşıqlı, ədalətli, adil atam bizi elə böyüdü, bir çətinlikləri görmüş. Ona görə mənə çətinliyini hiss etdirən hər bir qadına xüsusilə, çünki mənim atam həmişə mənə deyirdi ki, yaşlılar
uşaqlar və qadınlar. Mütləq onların yanında ol. Bir dənə qadını bəzən görürdün ki, bizim efirimizdə də kimsə belə günahı olan qadını belə gələn qonaqlardan biri məsələn də, yəni kimsə danlayanda mənim anam, atam axşam mənə deyirdi ki, sən izin vermə o qadını linç eləsinlər. İmkan vermə. Qadındır, yazıqdır. Bəlkə bir səhv eləyib, xoş qədəm, əlindən tut qaldır. Əsas odur ki, o səhvin içində boğulmasın. Təsəvvür eləyirsiniz, o qədər ürəkləri yumuşaq idi ki, pambıq kimi. Pambıq idi onların ürəkləri. Həmişə mənə də məsləhət görürdülər ki, yaşlılar, uşaqlar və zəif qadınlar, onlara dəstək ver. Mən də indi bugün, bəli, deyirsiniz, bəziləriniz yazırsınız ki, Damlanın iç yüzünü görəcəksən, sənin haqqında da pis danışacaq. Danışsın da, mənim haqqımda pis danışan tək Damladır. Mən kimə kömək eləmişəm, kimin əlindən tutmuşam, kimin, belə deyək, yolunu açmağa çalışmışam, məni qalxan kimi ilk vurduğu mən olmuşam. Tıklasınlar. Bak. Diyor. Gitti paket vurdu kimse. Diyor. O da buna bak. Aysu seni yetim kalasan elə Aysu. Seni yetim kalasan elə gitti. Paket vurdu gördün. Paket nerede? Bizde saxta paket vurdu. Bu şeyde sayfası vurması için sayfa aşağı düşür. 4000 adam var axır orada. Ona göre de kimse vurdu. Yanır, hə? Sən də blok elədin. Ha gitti. Yaxşı elədin. Bu şeyləri mən öyrədim. Ərəb yazısı geldi dünya. Bir iki paketdi sənə vurdu. İkisi de başı çıxır, iş yoldaşım qoyub TikTok işlədir. Allah bütün gözəl, vicdanlı, həqiqətən də rəhmətə layiq atalara, analara rəhmət eləsin. Amin. Amma rəhmətə layiq olmayanlar da var. Görbagör olmaq üçün dediklərimiz də var. Bir valideynin ən böyük xoşbəxtliyi odur ki, özündən sonra layiqli övladlar qoyub gedir. Onlara rəhmət oxudacaq övladlar qoyub gedir. Mənim ata-anama bağlılığım, mənim ata və anamla bağlı dediyim fikirlər, hətta heç ömründə anasının, atasının adını çəkməyənlər üçün artıq bir örnəkdir. Elvin qardaş. Artıq o sözləri təkrar edir, onları da Elvin qardaş öyrənirlər. sənə Rasiyadan baxır. Bütün gün Elvin, salamlayıram səni, Elvin. Mənim ən elə bir ki Ay qız, bir dəqiqədən onun canlılarına çıxırsan sən. Hə. Elvin, səni öldürəcəm, bu qızı qoyma pis sözlər danışsın. Yox, qoymur. Mən hələ qoymuram o pis söz danışır. Xoş qədəm xanım. O da pis söz danışır. Qoymuram da, indi bir eləmir. O sizi izləyib, paylaşır. Ay, səni öldürəcəm, ay Elvin. Mən səkib deyirdim. Azərbaycanın mərd və qeyrətli oğludur o. Onun yoldaşı da özü də çox gözəl insandılar. Valla məni şərləyib neyniyəcək Damla? Neynirəm ona? Kömək eləməyə çalışıram da, düz deyil. Sən Damla'yı deyən şərlənmə, Damla səni şərləyən deyil. Damlaya biz deməli neyniyirik ki, Damlaya kömək eləməyə çalışırıq da. Bu da bunu deyirsən. Ay sağ ol, vur getsin. Meyxan açı, sən niyə yetim qalasan elə? Adəm. Başladılar, çox elədilər onu. Birinci səssiz elə, səssiz elə birinci. Səssiz. Ay sağ ol. Sonra. Səssiz eləyəndə kupiyələyə bilmirlər. Aha. İci. Yaxşı ol sizə. Hə, getdi. Bir dənə də bu, bax, səni belə Allah. Nə. Aha, gəl. Səssiz birinci səssiz. Ay sağ ol. Ha, qalmasın Ay orada, sağ ol. qalır. Ay tu. Bye bye.